Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə bütün yuxa tortları üçün ən özəl və ən ləzzətli kremin hazırlamasını paylaşmaq istəyirəm. Videoya keçməmişdən öncə, əgər videonu bəyənsəniz, kanalıma dəstək olmaq üçün videonun aşağısındakı like düyməsini basa bilərsiniz. İndi isə keçək hazırlama qaydasına. Öncəliklə yarım litr südün üzərinə 150 qram şəkər tozu əlavə edib qarışdırıram və qoyuram şəkər tozu tam əriyənə qədər qaynamağa. Kənarda da 3 ədəd orta boy yumurtanın üzərinə 3 xörək qaşığı qarğıdalı nişastası əlavə edirəm və eyni kütlə halına gələnə qədər yaxşı qarışdırmaq lazımdır ki, yumurta ilə kraxmalı topa-topa qalmasın kraxmal içərisində. Və gördüyünüz kimi yaxşı qarışdırdım və qaynanmış südlə şəkər tozu qarışımını yumurtalı qarışımın içərisinə yavaş-yavaş əlavə edib tez-tez qarışdırıram ki, yumurta tez bir zamanda bişməsin isti südün içərisində. Və alınan kütləni elə südü qaynatdığımız qazanın içərisinə əlavə edirəm. Krem halına gələnə qədər orta xodda yavaş-yavaş qarışdırıram. Qətiyyən əlinizi bir dəqiqə də olsun qarışdırmaqdan buraxmayın, çünki əks halda krem topa-topa qalacaqdır. 10 dəqiqə kifayət edəcək ki, hazır olsun krem və gördüyünüz ki, əgər kütlə artıq ağırlaşıb və içərisindən belə pıqqa-pıqqa qaynama vəziyyətindədir, onda qazanın altını söndürürəm və kənarda başqa bir qaba hazır etdiyim kremi əlavə edirəm və üzərini salafan klokla bağlayıram ki, kremin üzəri qaysaq bağlamasın. Əks halda krem dediyim ləzzətdə olmayacaqdır. Ona görə də klok kremə dəyməlidir ki, üzəri qaysaqlamasın və tam soyuyana qədər kənarda saxlayıram kremi. Bişmiş krem soyuyana qədər mən kənarda 200 qram kərə yağını otaq temperaturunda tam ərimiş yağ olmalıdır və mikserlə ağarana qədər çalıram. Yəni tam ağarmalıdır yağ. Bişmiş krem tam soyuyubdur və üzərini açıram. Gördüyünüz kimi üzəri heç bir qaysaq bağlamayıbdır və bu da o deməkdir ki, krem çox ləzzətli alınacaqdır. Və soyumuş bişmiş kremi tam ağarmış yağın üzərinə yavaş-yavaş əlavə edib mikserlə çalıram. Və ən sonda hazır kremə 2 paket qabartma tozu əlavə edib qarışdırıram və artıq krem tam hazırdır. Və budur, artıq krem hazırdır. Hazır krem bu cürdür. Bütün yuxa tortlarına ən ideal krem məhz bu kremdir. Məsləhət görərdim ki, hazırlayasınız. Napolyon tortlarında, ballı tortlarda, ürəyiniz istəyən bütün yuxa tortlarında, açma tortlarda rahatlıqla bu kremdən istifadə edə bilərsiniz. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanında qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olmağı unutmayın. Like etməyi unutmayın. Şərhlərinizi gözləyirəm. Sağ olun, salamatla qalın.